Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz İtaliya ilə bağlıdır. Deməli, İtaliya bildiyiniz kimi Cənubi Avropa regionunda yerləşən bir ölkədir. Paytaxtı isə Roma şəhəridir, təqribən mərkəz hissəsində yerləşir. Qonşuları qərb tərəfdən Fransa, şimal-qərbdən, şimaldan İsveçrə və şimaldan və şimal-şərqdən Avstriya və bir də Sloveniyanı qeyd etmək olar ki, deməli İtaliyanın quru qonşularıdır bunlar. İtaliyanın ərazisinə diqqət eləsək, görərik ki, yarımadada yerləşir və yarımada və adalarda yerləşir daha doğrusu. İtaliyanın yerləşdiyi yarımadanın adı burada görürsünüz qeyd olunub Apenin yarımadasıdır. Və adalarına gəldikdə isə ən böyük adaları deməli cənubunda Siciliya adası, burada isə Sardiniya adasını qeyd etmək olar. Ətrafındakı dənizlər şərq tərəfində Adriatik dənizi, deməli, cənub-şərqində İoni dənizi, qərbində Tirren və Liguriya dənizləri mövcuddur. Təbii ki, bu dənizlər daxili dənizlər hesab olunur. Eyni zamanda bu dənizlər Aralıq dənizinin tərkib hissələri hesab olunur. Yəni, İtaliya əslində Aralıq dənizinin suları ilə əhatə olunub, amma Aralıq dənizinin tərkib hissələri olan kiçik dənizlər Adriatik, İon, Tirren və Liguriya dənizləri də İtaliya sahillərini yuyur. Burada siz bir neçə boğaz görürsünüz. Diqqət eləsək Siciliya adasını yarımadadan ayıran boğaz var burada. Messina boğazı, baxın qeyd olunub, Messina boğazı. Burada yerləşir, Siciliyanı yarımadadan ayırır, Apenin yarımadasından. Eyni zamanda Siciliya adasını Afrikadan, Tunisdən ayıran burada boğazı görürsünüz. Bu boğaz həm Tunis boğazı adlanır, həm də Siciliya boğazı da demək olar. Daha sonra burada isə Korsika adasını görürsünüz, hansı ki Korsika adası Fransaya məxsus olan adadır. Korsika və Sardiniya adalarını ayıran boğaz isə Bonifacio boğazı adlanır. Burada keçir. İtaliyanın ərazisində olan dağlar, İtaliyanın şimal hissəsində, bu hissədə, bu yaşıl yeri görürsünüz, bu yaşıl yer Alp dağlarıdır. Yarımadanı əhatə edən dağlar isə bu yaşıl yeri isə Apenin dağlarıdır. Yəni İtaliyanın ərazisində yerləşən əsas dağlar şimalında Alp dağları və eyni zamanda yarımada hissəsində isə Apenin dağları yerləşir. Düzənliklərinə gəldikdə isə İtaliyada ən böyük düzənlik təbii ki Po çayının axıb keçdiyi Padan ovalığıdır. Baxın, Po çayı Fransa ilə sərhəddən başlayaraq şərq istiqamətində axaraq gəlib Adriatik dənizinə tökülür. Və Po çayı, burada adı da qeyd olunub, Po çayı deməli burada bir düzənlik ovalıq yaradır, Padan ovalığını əmələ gətirir. Ona görə İtaliyanın ən böyük ovalığı Padan ovalığıdır. Paytaxtdan keçən çay isə burada Tiber çayını görürsünüz. Tiber çayı buradan bu şəkildə axaraq gəlib Aralıq dənizinə tökülür. Ərazisi, İtaliyanın geoloji quruluşu haqqında danışsa, İtaliya bildiyimiz kimi seismik cəhətdən əslində aktiv ərazidir. Siciliya adasında Etna vulkanı var. Neapol şəhəri yaxınlığında isə Vezuvi deməli vulkanı vardır. Baxın, burada Vezuvi vulkanı vardır. O da Romadan elə də uzaq deyil. Yəni Neapol şəhəri Romaya yaxındır.
Deməli, İtaliya ərazisində 2 dənə əsas fərqlənən vulkan var. Biri adada yerləşir, yəni Siciliya adasında bu Etna vulkanıdır. Bir də yarımadada yerləşir. Bu da Vezuvi vulkanı dedik. İtaliyanın ərazisi nə üçün seismik cəhətdən aktivdir? Çünki İtaliya Afrika litosfer tavası ilə Avrasiya litosfer tavasının toqquşma, yəni konvergens sərhədində yerləşir. İtaliya ərazisindəki həm Alp dağları, həm də Apennin dağları cavan dağlar hesab olunur. Ümumiyyətlə, İtaliyanın ərazisi cavan qırışıqlıq zonası hesab olunur. Yəni, Alp qırışıqlığına aiddir. İtaliya ərazisində məşhur göl var. Bu, Qarda gölüdür. İtaliyanın şimalında yerləşir və turizm baxımından çox əhəmiyyətli bir yerdir. İtaliya haqqında əlavə olaraq onu qeyd edim ki, İtaliya inkişaf etmiş ölkədir. Dünyanın böyük 7-lik qrupuna daxildir. Buna G7 də deyirlər. Əlavə olaraq digər 6 ölkə isə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiyadır. İtaliya da həmin siyahıya daxil olaraq böyük 7-liyi əmələ gətirib. İtaliya həm Avropa İttifaqının, həm də NATO hərbi təşkilatının üzvüdür. İtaliyanın əhalisi Hind-Avropa dil ailəsinin Roman dil qrupuna daxildir. İtaliyanın əhalisinin təbii artımı aşağıdır. Yəni, birinci tipə aiddir. Təbii artımın birinci tipinə, müasir tipinə aiddir. İtaliyanın əhalisi demoqrafik keçidin 4-cü mərhələsindədir. Yəni, təbii artımı aşağı olan ölkələr qrupuna daxildir. Yəni, həm doğulanlar azdır, həm də ölənlər azdır. Doğulanların və ölənlərin azlığı təbii artımın da azlığına gətirib çıxardır. İtaliya əhalisinin əksəriyyəti iqtisadiyyatın 3-cü və 4-cü sektorlarında çalışır. İqtisadiyyatın bildiyimiz kimi 4 sektoru var. 1-ci, 2-ci, 3-cü, 4-cü sektor. Birinci sektor əsasən hasilat və tədarük sahələrini əhatə edir, kənd təsərrüfatını əhatə edir. Birinci sektor bu inkişaf etməkdə olan ölkələrə aiddir. İkinci sektor daha çox sənaye emalına məşğuldur. Üçüncü sektor xidmət, dördüncü sektor isə informasiya ilə bağlıdır. Bütün inkişaf etmiş ölkələrdə üçüncü, dördüncü sektor, yəni müvafiq olaraq üçüncü sektorda xidmət sahələri, yəni qeyri-istehsal sahələri, 4-cü sektorda informasiya, xüsusilə müasir dövrümüzün tələbi olan kompüter texnologiyalarının deməli əhali daha çox çalışır. Düzdür, İtaliyada sənaye də yüksək inkişaf etmişdir. Yəni emal sənayesi xüsusilə, hasilat yox. Hasilat sənayesi o deməkdir ki, xam malın yerdən çıxarılması. İtaliya təbii sərvətlərlə, yeraltı təbii sərvətlərlə zəif təmin olunub. Daha çox xam malı idxal edir, amma sənayesi güclü inkişaf etdiyinə görə emal sənayesi yüksək səviyyədir. Sadəcə əhalinin çox hissəsi 3-cü, 4-cü sektorlarda çalışır. İtaliyanın daxili rayonlarının inkişafı arasında fərq var. Yəni bu nə deməkdir? İtaliyanın şimal hissəsi yüksək inkişaf etmiş yəni ərazidir. İtaliyanın cənubi hissəsi isə əsasən aqrar rayondur, yəni kənd təsərrüfatı ilə daha çox tanınır. Bu da iqlimlə əlaqədardır. İtaliyanın cənubu iqlimi daha əlverişlidir. Şimal hissəsi daha çox dağlıq ərazidir. Ona görə şimal hissəsində elm, texnoloji sahələrin inkişafı, yüksək deməli elmi mərkəzlər yer alır. Cənub hissəsi isə əsasən kənd təsərrüfatı rayonu, yəni aqrar rayon kimi tanınır. Böyük şəhərlərinə gəldikdə, burada biz Roma paytaxt, Neapol, sonra Palermo, şimalında Bologna, sonra burada Venesiyanı görürsünüz, Milan, Turin, Milan, Turin, Venesiya, Bologna bunlar şimalında, Roma, Neapol mərkəz hissədə,
Cənubda isə iri şəhəri Palermo şəhəridir. Kənd təsərrüfatı demişkən, İtaliyanın cənub hissəsində aqrar rayondur və inkişaf edib kənd təsərrüfatı. Sadəcə əhalinin az bir hissəsi kənd təsərrüfatında çalışır. Bəs nə üçün İtaliyanın kənd təsərrüfatı bu qədər yüksək inkişaf edib? Çünki intensiv əkinçiliklə məşğuldur. Bu arada İtaliyada əkinçilik heyvandarlıqdan daha üstündür. Ümumiyyətlə, belə bir xüsusiyyət var ki, inkişaf etmiş ölkələrdə əsasən heyvandarlıq əkinçilikdən üstündür. Amma 5 dənə inkişaf etmiş ölkə var ki, onlarda əkinçilik heyvandarlıqdan üstündür. Bunlar İspaniya, Portuqaliya, İtaliya, Yunanistan, bir də Yaponiyadır. Bu 5 ölkədə əkinçilik heyvandarlıqdan üstündür. Amma qalan bütün inkişaf etmiş ölkələrdə heyvandarlıq əkinçilikdən üstündür. Bildiyimiz kimi İtaliya deməli, əsasən subtropik qurşaqda yerləşir və subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yerləşir. Aralıq dənizi iqlim tipində yay quraq isti keçir. Qış isə mülayim, rütubətli keçir, yağıntılı keçir. Ona görə İtaliyada əsasən yay mövsümündə suvarmaya daha çox ehtiyac yaranır. İtaliyada, ümumiyyətlə Cənubi Avropa ölkələrində təbii zona codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar adlanır və torpağı qəhvəyi torpaqlardır. Qəhvəyi torpaqlarda əsasən sitrus bitkiləri, üzümçülük inkişaf etmişdir. İtaliyada da həmçinin sitrus meyvəçiliyi və üzümçülüyə görə fərqlənir. İtaliyada əkinçiliyin əmtəə tipi xarakterikdir. Əmtəə nədir? Əmtəə satış üçün nəzərdə tutulmuş məhsula deyilir. İnkişaf etməkdə olan ölkələrdə əsasən bu daxili tələbat üçün, yəni özlərinin istifadə etməsi üçün istehlak tipli kənd təsərrüfatı inkişaf etsə də, inkişaf etmiş ölkələrdə əmtəə tipi, deməli, məqsədi ilə istehsal olunur kənd təsərrüfatı məhsulları. Çünki bunlarda intensiv üsuldan istifadə edirlər. Yəni, məhsuldarlığa çatmaqdan ötürü müasir aqrotexniki qaydalardan istifadə edirlər. İtaliyanın ərazisi, deməli, elə bir yerdə yerləşir ki, iki hava kütləsinin təsirinə məruz qalır. Şimalından mülayim hava, cənubundan isə tropik hava axınının təsirinə məruz qalır. Yəni, keçid iqlim qurşağında yerləşir. Dediyim kimi, yayda isti quru olur, ona görə ki, Afrika üzərindən tropik hava kütləsi daxil olur. Qışda isə mülayim rütubətli, ona görə olur ki, şimaldan mülayim hava kütləsi daxil olur İtaliyanın ərazisinə. Təbii ki, birbaşa şimaldan daxil ola bilməz, çünki burada Alp dağları buna mane olur. Bir qədər şimal-qərbdən və yaxud da şimal-şərqdən əraziyə daxil olur. Demək, əziz yoldaşlar, düşünürəm ki, bu qədər kifayətdir. Qəbul imtahanında bu qədər məlumat bilsəniz, sizə yetərlidir. Amma son olaraq bir nüansı mən qəfil yadıma düşdü. İtaliyanın daxilində, yəni Apennin yarımadasında İtaliyadan başqa daha 2 dənə də dövlət var. Bu Vatikan və San Marinodur. Bu ölkələr anklav ölkələr hesab olunur. Yəni İtaliyanın daxilindədirlər. Bu ölkələrin ərazisi İtaliyanın deməli ərazisi ilə hüdudlanır. Nə Vatikanın, nə də San Marinonun dənizə çıxışı yoxdur. Belə yoldaşlar, diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.